Allah dostları, ariflər, abidlər, zahidlər tarixdə yazırlar ki, mübarək Ramazan ayının bütün gecələrini oyaq qalarmışlar. Çünki ayət-i şərifədə nədir? Biz Qur'anı Qədir gecəsində, mübarək bir gecədə və Ramazan ayında. Deməli, həmin o mübarək Qədir gecəsi Ramazan ayındadır deyə, o Ramazan ayının istənilən bir gecəsinə təsadüf edə bilər. Ona görə buradan mən istəyirəm, o bəzi qardaşlarımız, əzizlərimiz ki, bəzən görürsən, müəyyən gün çaşqınlığı yarananda, məsələn, dünən qalanlara, məsələn, deyir, dünəndür, bugündür. Bugün qalan, məsələn, deyir, bugündür, dünəndür. Belə şeylər, belə mövzulara toxunmaq lazım deyil. Bilirsinizmi niyə? Dərindən əql və məntiq üzündən baxsaq, o bir gecədir, o dünən də ola bilər, bugün də ola bilər, keçən gecələrin biri də ola bilər. Ona görə biz bu iddiada olmayaq ki, elə o bu gecədir, dünəndəki desin yox, bugün idi. Bu kimi şeylərlə biz qazandığımız savab və fəzilət əlimizdən verərik.